Yüz qoyub könlümə qəm ləşkəri hamun, hamun. Qara baydaqlı ələmlər, ucu gülgün, gülgün. Çağırırdım uca avaz ilə Leyla, Leyla. Dağ səs verdi cavabındakı Məcnun, Məcnun. Gözlərimdən yenə od parladı, duzəx, duzəx. Ciyərimdən yenə qan qaynadı, Ceyhun, Ceyhun. Yığmışam hasili qəm yanıma xərmən, xərmən. Yetə bilməz mənim imkanıma Qarun, Qarun. Bu nə viranə könüldür, səfi, ey vay, ey vay. Səvlər var bu bağda, yenə mövzun, mövzun. Bugünkü klassik irsimizdən rubrikasının qəhrəmanı klassik Azərbaycan şairi Səfidir. Və yaxud da Səfi Qulu xan və yaxud da Səfi Qulu bəydir. Klassik Azərbaycan şairi olan Səfi Zülfüqar xanın oğludur. Səfəvi xanədanlığının, Səfəvi təbəəsinin bir üzvüdür. Səfəvilərə bağlı bir şairimizdir. Münəvvər şairimiz kimi, həm də xan kimi, bəy kimi tarixə keçmiş, ədəbiyyatşünaslığımızda iz qoymuş bir şairimizdir. Çox təəssüflə demək lazımdır ki, Səfi haqqında Azərbaycan, Osmanlı və İran təzkirəçiləri susublar. Onun haqqında uzaq Hind müdəbasından, təzkirəçilərindən biz məlumat ala bilmişik. Bayaqki qəzəlində Qarun, Qarun ifadələrini işlədirdim. Ola bilsin ki, bu bir qədər məchul qalır izləyicilər üçün. Qarun, Bəni İsraildə dövləti başından aşan bir şəxsin adıdır. Yəni, Süleyman Peyğəmbər kimi hədsiz dərəcədə varlı, zəngin olan bir insandır ki, orta əsrlər ədəbiyyatında biz Qarunu zəngin insan kimi görürük, rast gəlirik. Bir ümumiləşdirilmiş obraz kimi, zənginlərin ümumiləşdirilmiş bir personajı kimi görürük. Ancaq burada Səfi öz qəminə görə, qüssəsinə görə, kədərinə görə Qarundan da imkanlı olduğunu bildirir və bununla da görür ki, Səfi nə qədər ağıllı, nə qədər dərrakəli, mütaliəli bir şairimizdir. Səfi 17-ci əsr yaradıcılığına aid edilir. Ədəbiyyatşünaslığımızda 17-ci əsr poeziyamızın nümayəndəsi kimi qəbul olunur. Çox təəssüf ki, onun haqqında bilgilər azdır. Ruzi Rövşən təzkirəsində biz onun haqqında məlumatlara rast gəlirik və eyni zamanda Salman Mümtaz 1925-ci ildə, 100 il öncə 25-ci ilin Maarif və Mədəniyyət jurnalının ilk sayında, ilk nömrəsində Səfi haqqında 2 səhifəlik təxminən bir məqalə yazıb. Bununla da yekunlaşıb, mən bəzi tarixçilərdə rast gəldim Səfi haqqında, amma onlarda təhriflər var, ona görə də onlara istinad eləmirəm. Çünki, məsələn, Səfinin atası Rüstəm xan olduğu bildirilir, ancaq mötəbər mənbələr Səfinin atasının Zülfüqar xan olduğunu isbatlayır. Həmçinin də Salman Mümtaz da bu qənaətdədir və Ruzi Rövşən təzkirəsində də o Zülfüqar xanın Məşəd bəylərbəyinin övladı olduğunu bildirir. Nəsli şəcərəsi haqqında məlumatlar da var ki, o Çərkəz millətinə aiddir. Azərbaycan şairidir. Yaradıcılığının əksər hissəsini Azərbaycan türkçəsində və eyni zamanda farsça yazıb, ancaq milliyyətcə Çərkəzdir. Ki, biz Səfəvilər də, Səfəvi təbəəsində Çərkəzlərə, Abxazlara, başqa dağlı millətlərinə də rast gəlirik. Ancaq bəzi mənbələrdə də Səfinin Şamlı kimi də qələmə verildiyini biz görürük. İstənilən halda o Səfəvilər imperiyasının tərkibində yaşamış bir şairdir. Onun şairliyi haqqında məlumat verilərkən bildirilir ki, olduqca orijinal mövzularda yazıb, onun fikirləri yeni olub, çox gözəl qəzəlləri, müxəmməsləri olduğu haqqında məlumatlar var və bir şad xəbər də vermək istəyirəm ki,
Əslində bu çoxdankı bir xəbərdir, ancaq bizim bəzi ədəbiyyatşünaslarımız ola bilsin ki, bilmirlər və onlar üçün yeni oldu. Səfinin sonrakı illərdə divançası da tapılıb. Yəni əvvəl bu haqda heç bir məlumat yox idi. Hətta Salman Mümtaz öz məqaləsinin son sətirlərində deyirdi ki, kaş onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri biləydik, kaş onun divanı tapılaydı. Belə bir arzuda bulunmuşdu. Ancaq sonraki dönəmlərdə onun divanı deyil də divançası tapıldı və bu Tehran Universitetinin kitabxanasında tapıldı. Və əlyazmaları da bugün Tehran Universitetinin kitabxanasında mühafizə olunur. Səfi haqqında bilgiləri Ruzi Rövşən təzkirəsində də almaq olar. Həmin bilgilər orada da var. Ancaq bu bilgilər, informasiyalar olduqca məhduddur. Bir məqamı da bildirirlər ki, Səfinin yaradıcılığından ən çox bəhrələnmiş, faydalanmış şairlərimiz sırasında 19-cu əsr ədəbiyyatımızın münəvvəri olmuş çox böyük şairimiz Seyid Əbülqasım Nəbati də var. Görünür o rədifdə, yəni Səfinin yazdığı rədiflərdə Nəbati də yazıb, ya onun poeziyasının ritmikliyi, oynaqlığı Nəbatiyə də keçib. Görünür, bax bu xüsusiyyətlərinə görə onları çox bənzədirlər. Oynaqlıq, ritmiklik dedim, Səfinin bir xüsusiyyəti olub ki, o həm də musiqiçi olub. Onun özünün bəstələdiyi şərqlər olduğu haqqında məlumatlar da var ki, bu da onun elə lirikasında da bariz şəkildə özünü göstərir. Bir də qeyd olunan odur ki, 1661-62-ci illərdə onun Məşhəddə hakim olduğu, Bəylərbəyi olduğu, sonraki dönəmdə təxminən bir 18-20 il sonra Heratda hakim olduğu haqqında məlumatlar var. Bəzi yerlərdə onun bəy, yəni Bəylərbəyi olduğu üçün bəy, bəzi yerlərdə isə xan kimi təqdim edilməsini görürük ki, bu da onun görünür o vəzifələrdə, görevlərdə yüksəlməsinə dəlalət edib. Öz elinə, obasına xanlıq elədiyi haqqında da, məsələn, Qəndhar elinə, obasına xanlıq elədiyi haqqında təzkirələrdə də məlumatlar var. Klassik irsimizdən rubrikasının bugünkü qəhrəmanı Səfi Qulu xan və yaxud Səfi Qulu bəydir və bir şey də onu demək sizə çatdırım ki, bunu Şeyx Səfiyyətli ilə heç cür əlaqələndirmək olmaz. Yəni biz bilirik ki, Şah İsmayıl Xətainin ulu babasıdır Şeyx Səfi, ancaq Səfi Qulu xan və yaxud Səfi Qulu bəy kimi tanıdığımız şair isə Şah İsmayıl Xətaidən təxminən 160 il, 150 il sonraki dönəmdə yaşayıb. Yəni 16-cı əsrdə Xətai yaşayıb, əsas yaradıcılığı, yaşayış dövrü 16-cı əsrin əvvəllərindən düşür. Ancaq Səfi Qulu xan isə 17-ci əsrin ortalarından sonraki dönəmə düşür. Yəni bunun Səfiyyətdinlə, Şeyx Səfi ilə heç bir əlaqəsi yoxdur. Ancaq şəcərəsi onun təbəəsində qulluq göstərib, qulamlıq eləyib, Səfəvi hökmranlığından, demək, xanədanlığından görevlərində dəfələrlə bulunub. Bax, bu mənada əlaqələndirmək mümkündür. Klassik irsimizdən rubrikasının qəhrəmanı Səfi Zülfüqar xan oğludur. Klassik irsimiz devam edəcək.